Bugün Borçalını gəzirəm proqramı çərçivəsində Təkərli kəndindəyik. Bu video süjet çərçivəsində Təkərli kəndinin tarixi, burada yaşamış önəmli insanlar, eyni zamanda mövcud tarixi abidələr haqqında sizə məlumat verəcəyik. Bax, gözünüzlə gördüyünüz bu daş bizim Təkərlinin simvoludur. Çox qədim bir daşdır. Bu 3-cü, 7-ci əsrə aiddir. Əgər hər bir qoçun bir-biri ilə döyüşünə diqqətlə fikir versəniz, çox iti surətlə bir-birinə zərbə endirirlər. Yəni bu türkün endirdiyi zərbəsidir. İlk öncə özünüzü təqdim edin. Mən Təkərli sakini Salman Mollaoğlu Məmmədov. 72 yaşım var. Ali təhsilim var. Neft-Kimya Akademiyasının mühəndis fakültəsini bitirmişəm. 25 il bu sahədə çalışmışam, iqtisadçı işləmişəm. Bakı şəhərində Təkərli savxozunda 10 il iqtisadçı işlədim. Hal-hazırda təqaüdçüyəm. Boş vaxtlarımda kitab yazmaqla məşğulam. Yaxşı şeirlər yazıram. Şeirlərin hər cür üslublarından istifadə etməyə bacardım. Tarixi sənədləri çalışdım ki, elimizin haqqında, xalqımızın haqqında tarixi sənədlər yığım və kitab çap edeyim. Elə də etdim. Təkərli eli kitabını, bax bu kitabı Təkərli eli. Sonra isə Təkərlidən gələn səs. Bunlardan qabaq isə Bakıda hələ yaşayan vaxtlarımda Ürək yanğıları şeir kitabı çıxmışdı. Bu 3-cü kitabdır. İndi növbəti yeni bir kitab hazırlayıram. Silinməz izlər adlanacaq. Daha doğrusu bu kitabda da çox gözəl tarixi sənədlər olacaq. O cümlədən 17, 18, 19-cu əsrlərdə Borçalıda yaşayan zadəganlar haqqında geniş materiallar olacaq. Tarixi tapıntılar haqqında, nə ki tarixi abidə var Borçalıda, hamısı orada öz əksini tapacaqdır. Çox gözəl kitab olacaq inşallah. Əminəm ki, bu kitabın çıxmağı xalqımıza çox lazım olacaqdır. Hər bir Borçalı oğlu, hər bir Borçalı igidi onu oxuyub öz tarixini mükəmməl biləcəklər. Təşəkkür edirəm Salman müəllim. Artıq sizə bildirdiyimiz kimi biz Borçalını gəzirik adlı proqram başladırıq və çox xoşhaldır ki, Təkərli ilk kəndlərdən biridir ki, onun haqqında Təkərlinin tarixi, burada yaşamış insanlar, tarixi insanlar, ümumiyyətlə qədim abidələr, bunlar haqqında video süjet hazırlayacaq. Sizin fikrinizcə, gəlin ilk öncə siz qeyd elədiniz ki, biz məsələn Təkərli ilə haqqında kitab hazırlayıbsınız. Burada məsələn bizə kiçik məlumat verə bilərdinizmi ki, Təkərlinin tarixi hardan gəlir, Təkərli bu toponim hardan gəlir, ümumiyyətlə bu kənddə hansı tarixi şəxslər yaşayıb, həmçinin necə ki qeyd elədiniz, burada Qoçlar abidəsi var. Bu Qoçlar abidəsinin tarixi hardan gəlir? Bu haqda bizə tamaşaçılara, izləyicilərimizə maraqlı məlumat versəydiniz, çox şad olardıq. Ümumiyyətlə bizim bu Təkərli eli, Təkərli kəndi 3 tayfa birliyidir. Bu tayfalar Cələflilər, Bərəhlilər və Təkərlilərdən ibarətdir. 1795-ci ilə qədər bu kəndlər ayrı-ayrılıqda fəaliyyət göstəriblər. Yəni 1795-ə qədər Cələfli indiki Damğaçının üstündə, hal-hazırda oranın orada qəbirstanlıqları adı durur, hamısı Cələfli yadgarlı adını daşımış kənddir. Sonra Bərəhli, yenə o da suyun üst tərəfində olubdur. Köhnə Təkərli deyirlər ona. Üçüncü isə Təkərli. Bax, bu 3 tayfanın birliyidir. Bu tayfalar əsasən 1795-ci ildən sonra bir yerə yığıldılar və bu tayfaların birləşməsində Ağacan bəy Yadigarovun böyük rol olubdur. Ağacan bəy, çünki o anlarda Sultanbaşı olub, o Baydar Sultanbaşısı işləyib orada. Sonra oradan Baydar Sultanbaşından sonra bu kəndləri bir yerə yığıbdır. indiki Təkərli ərazisində məskunlaşıblar. Bunun da tarixi çox qədimdən gəlir ki,
1795-ci ildə İran şahı Məhəmməd Şah Qacar Tiflisə, Gürcüstana hücum eləyəndə o dərk elədi və öyrəndi ki, Yadgarovlar İrakli tərəfindən buna qarşı döyüşürlər. Ona görə həmən Cələfli Yadgarlı adlı kəndi yer üzündən sildi. Kimlər də qaçdılar, ora-bura dağıldılar, onlar qaldı. Qalanı o zaman özü də kənd döydü, oba halında idi. Oba bilirsiniz da, oba yurtlardır. Yəni bir yerdən başqa yerə köç edə bilirlər. Bu bizim adətən türklərin tarixçəsində əsas rol oynayır. Yəni bu daşınılmaz əmlak kimi olmuyor. Yəni bu hər bir türk öz evini qısa bir müddətdə söküb başqa bir yerdə qurmaq imkanları olubdur. Ona görə də qısa bir müddətdə bunların Altaydan, Cənubdan, Orta Asiyadan başlamış və bugünkü günü qərbə doğru hərəkətində görürsən, çox böyük surətlə gəliblər onlar. Ha, bunun gəlişi demək, oturaq həyat keçirməyiblər. Yalnız tərəkəmə həyatı. Bir yerdən başqa yerə köç. Bunun da səbəbləri heyvan sürülərini, mal-qaralar, türklər çox olduğuna görə bu sürüləri yeni oturaqlar, yeni ərazilər tuta-tuta gəlib bax bugünkü günü Kiçik Asiya çıxıblar, Borçalıda yerləşiblər və başqa-başqa ərazilərdə böyük ərazilər zəbt edibdir. İndi özünüz tarixçədə də bilirsiniz ki, hələ türkün son dövrlərə qədər hələ 19-cu əsrlərin əvvəllərinə kimi türk dünyası bir tərəf Səudiyyə Ərəbistandan tutmuş belə Avropanın ortalarına kimi əraziləri imperiyada daxil etmişdilər. Yəni bu türklərin əsas tarixçələri burada elə başlayır. Ona görə bu kənd üç tayfa birliyidir. Cələflilərdir. Cələflilərin çox qədim tarixçələri var. Onların təxminən 600-cü illərlə tarixçələri var ki, o dövrlərdə onlar burada məskunlaşıblarmış. Ancaq Təkəlinin özü, Təkəl tayfaları, Bərəhlilər də yenə iki qrupa bölünürlər. Xancıqlardır və Bərəhlilər. Həmən xancıqlardan Xancıqazlı indiki törüyüb, Bərəhlilərdən ayrılır, gedir onlar. Ancaq növbəti Təkəli tayfaları isə 10-cu, 11-ci əsrin tarixçəsinə aiddir. Ona görə ki, bu dövrdə Təkə Türkmən tayfaları məsələsi var. Onların, Oğuzların Xəzər boyundan, Xəzərin həm güneyindən, həm quzeyindən bu ərazilərə gəlməkləri Təkə tayfalarının gəlişi ilə Təkəlinin yaranma tarixi başlayır. Bax, belə bir 1000-ci illər, 1050, 1030, bax, belə dövrlərə təsadüf eləyir. O cümlədən 1321-ci ildən 1390-cı ilə qədər həmən bu boylarda Təkə bəyliyi olubdur. Təkə bəyliyi tarixə düşübdür. Həmən bu Təkə bəyliyi hamısı bu Təkə tayfalarının birlikləridir. Təkə tayfaları deyəndə burada bir Təkəllər deyil. Təkləlilər var, budur. Qara təhlə, ağ təhlə, onlar da Təkə tayfalarıdır. Və çoxdur bu. Bu ərazilərdə Təkəllərin çox geniş yayılıbdır. Vaxtilə İrəvan ərazisində, Qərbi Azərbaycanda, Göyçə mahalında Təkəli kəndi, Qarabağ boylarında Təkəli kəndi, Naxçıvanda, o cümlədən Azərbaycanın İmişli boyunda Pusatçıda var o kənd Təkəli, burada Təkəli, Təklə, eyni zamanda Orta Asiya boylarında İranda çox rast gəlinir Təkəllərə. 1499-cu ildə Şah İsmayıl Xətai 72 nəfərlə Ərdəbilə gəldilər, onlar üsyana qalxdılar. Həmən üsyana qalxanda onun ətrafında böyük tayfalar birləşdi. O cümlədən Təkəllər. Görürsən, Təkəli görün vaxtdan ki bu ad var. Və o Təkəlilər Şah İsmailin ətrafında birləşdilər və 1502-ci ildə Şah İsmail sarayında Təkəli tayfaları böyük rütbələr tutdular orada. Hətta mən bir ədəbiyyat dərsimizdən ədəbiyyat müəllimimiz demişdi ki, Şah İsmayıl Xətainin dayəsi Səkinə xanım bəli Təkəlidir, Təkəli tayfasındandır. Yəni deməyim, onda gördüm, bu hamısı tarixdir. Bu elə-belə sözdən əmələ gəlmir, tarixdən əmələ gəlibdir bunlar hamısı. O cümlədən Təkəlilərin 1596-cı ildə demək Şah Təhmasib öləndən sonra sarayda bunların çox necə deyim narazılıqlar yarandı.
Birinci Şah Abbasın dövründə narazılıqlar yaranda 1596-cı ildə Uğur Bayın başçılığından təkəllər saraydan, saray əyanlığından getdilər. Və onlar indiki Suriya ərazisində Bayır-Bucaq deyilən bölgədə yerləşdilər və indiki Ərzurumda təkəli böyük kasabası yaratdılar. Bax, həmən o 1596-cı ildə oldu hadisələr. Görün, bu hamısı tarixlə bağlıdır. Təkəllərin bax, belə böyük, geniş tarixi bir sözdə yox, tarixdə var. Həm Azərbaycan ensiklopediyasında var, Azərbaycan tarixçilərində var, İran tarixlərində mən arayıb axtarıram hamısını və onların hamısında rast gəlmək mümkündür. Bəs təkəli toponimi, mən eşitdiyimə görə təkəli sözündə o təkə sözü siz qeyd etdiniz. Təkə sözü irəlidə gedən, öndə gedən deməkdir. Təkə ümumiyyətlə, təkə türkmən deyəndə, yəni öndə gedən türklər nəzərdə tutulur. Yoxsa başqa indi bəzi adamlar var, bunu pis başa düşürlər. Bu heyvan aləmində zadda bu təkələr sürünün qabağıyla gedir, bu keçilərin o erkəkləri olur, bəli. Ona təkə deyirlər. O lorudur. O loru sözdür. Əslində isə təkə öndə gedən, türk tayfalarında öndə gedən türklərə deyilibdir. Təkə türkmən tayfaları. Həmən təkə türkmənlər idi ki, Səlcuqlarla getdilər, Anadolu'da böyük bir imperiya yaratdılar. Görsənmi? Bu hamısı tarixdir. Bu saatın özündə Azərbaycan televiziyasında, o cümlədən Türk televiziyalarında vaxtilə Ertuğrul gedirdiyində Osman Qazi haqqında yaxşı kinolar çəkir. Bütün orada təkə türkmənlərdən gedir söhbət. Görsən, bütün hamısında təkə türkmənlər. Yəni bu kəndin tarixçəsi təkə türkmənlə bağlıdır. Çox qədimdən qalmış kənddir və bu kəndi mən hələ öz 72 yaşım var. Uşaqlığım yadımdadır ki, bu kənddə nə qədər tarixi abidələr var idi, hamısı sındırıldı, yox edildi. Bax, bunlar mənim öz gözümün şahidiyəm. O cümlədən bizim kənddə 1797-ci ildə meçid var idi, mədrəsə rolunu oynayırdı o. O təhsil verirdi. Bütün uşaqlar mədrəsədə gedib təhsil alırdılar. Bu sonradan 1923-cü ildə ləğv edildi Şura hökumət tərəfindən və icazə verilmədi dini öyrətməyə. Bax, belə kəndin çox böyük tarixçələri var. Bu, təkə türkmən tayfalarının qalıqları təkəllərdir. Özü də çox böyük tarixə malikdirlər. Həmən təkəllər bu dəqiqə yenə hal-hazırki vəziyyətdə İranda, Ərdəbil boyunda da yaşayırlar, onlar İsfahan boyunda da var, Təbrizdə də yaşayırlar. Yəni həmən təkələr, o təkə türkmənlər və təkəl adını daşıyanlar. O cümlədən də Türkiyədə böyük bir kasabadır. Çox böyük kasabadır. Erzurum boyundadır. Bizim kənddə neçələri gedib öz gözlərinə görüb, dac onlar da təsdiqləyir ki, Koroğlunun Çənlibel qalası oradır. Görürsünüzmü? Bunu tarixçədə yazılıb axı. Tarixçədə yazılır ki, Koroğlu təkə türkmən tayfasıdır. Rövşən təkə türkmən tayfasının oğludur bu. O cümlədən Erzurum boyunda o dağlar, çox uca dağlar var orada və orada sıldırımlı qayaların üstündə çox qədim tarixi abidələr var orada. Həqiqi də sübuta getirirlər ki, Koroğlu həqiqətən də təkəl tayfalarındandır. Və bunu bəzi adamlar deyir ki, elə bu təkəldən getmir söhbət, ümumi təkəli. Ümumi təkə türkmən tayfalarından Koroğlu, bəli, Rövşən o tayfanın oğludur.